Güllü çiçəkli dəniz mənzərəli terrasda kebab setini yeməyin ayrı bir ləzzəti var. Restoranın terrası hazırda yaz-yay mövsümünə uyğun o qədər qəşəng dizayn edilib ki, yoldan keçəndə görüb getməmək qeyri-mümkündür. Elə bizim də yol üstü diqqətimizi çəkdi, dedik gedək görək nələr var. 2, 4, 6 və 9 nəfərlik kebab setləri mövcuddur. Biz 4 nəfərliyi sifariş vermişdik. Setə 4 fərqli növdə salatlar, məzələr, kebablar, hətta qarnir olaraq kartofli və düyü də daxildir. Bir sözlə gedib 4 nəfərlik kebab seti sifariş verəndə içərisində çörəyindən tutmuş içkisinə kimi hər biri verilir. Ətləri yumuşaq idi, ciyar kebabından tutmuş kartof lüləsinə kimi setin tərkibində mövcuddur. Restoran tək terras hissə ilə kifayətlənmir, burada həmçinin banketlərinizi qeyd eləmək üçün uyğun zalları, kabinetləri mövcuddur. İstər zallarından olsun, istərsə də terasından olsun, dəniz mənzərəsi, şəhər mənzərəsi ayaqlarınızın altında olur. Hər gün axşam restoranda canlı musiqi də olur. 4 nəfərlik kebab setinin qiyməti 69 manatdır. Banket menyuları da kifayət qədər uyğundur. Məkanın adı Bayıldım restoranı Bayraq meydanında şəhərin düz mərkəzində yerləşir.